Salam dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi. Dəyərli izləyicilərimiz, bu günlərim Bakı şəhərindəyik. Cəlilabadlı Həsən qardaşımızın övladı ilik xəstəliyi idi. İndi özü uşaq haqqında məlumat verəcək. Mən bu videomuza baxan xeyriyyətçi qardaşlarımıza və bacılarımıza üst tuturam ki, xahiş edirəm, hərə bircə manat da olsa bu balamıza kömək eləsin. Sosial şəbəkədə 20 min yığılıbdır. 131 min də lazımdır ki, uşaq əməliyyata geçsin. Xahiş edirəm, videomuza baxıb yan keçməyin, kömək eləyin. Xoş Allaha gördük. xatir əyyar balama dəstək olun. Aplastik anamiyədən əziyyət çəkir 11 yaşda əyyar balam. Allaha xatir köməkli olun. Hərə bir camanat. Vallahi indi hər adam evində sadaqa pulu çıxardır. Sizə and verirəm Allaha. O sadaqa pulunu əyyar balama göndərin. Ən çox belə pisdir. Bir ateist pisçi o sözü deyər. Mən ancaq onu deyirəm. Nə olar yalvarıram sizə. Bir çarəsiz ata kimi o sadaqa pulunu əyyar balama göndərin. O sağlığına qovuşsun. Xahiş edirəm. İnşallah Allah öz kömək olsun. Allah köməyin olsun sizin də. Allah razı olsun. Sağ ol qardaş. Gəldiniz bu yayımı, çəkdiniz mənim balamı, işıqlandırdınız. Allah hamınızın köməyi olsun. Əkrəm qardaşdır, Həqani müəllim, siz çox sağ olun. Sağ ol. Allah öz kömək. Xahiş eləyəm, nə olar, bir ana kimi, bir çarəsiz ana kimi sizdən yalvarıram. Xahiş eləyəm, mənim qeyrətli xalqımın, qeyrətli qardaşları, bacıları, anaları, səsimizi kim eşidirsə, səsimizə səs verin, nə olar. Allah xatirinə, bu körpə gördünüz, 11 yaşda əyyar balaya əl uzadın. O əli Allah heç kimin qarşısında əydirməsin. Başınıza dönün, qadozu alın, dəstək olun bu körpəyə. Əməliyyat olsun, sağlığına qovuşsun. Amin inşallah. Allah öz kömək olsun. Xahiş edirəm, hərə bir zamanatda olsa kömək eləsin.